Vargasdan gələcək. Rəvan Həmzadə köməkçilərinə birlikdə son yoxlanışları eləyir. Hər şey hazırdırsa başlaya bilərik. Hər iki komandaya uğurlar arzulayırıq. Oyunu Sinçi Mustafa Kemal şərh edəcək. İlk həmlə Neftçidən ola bilər. Sol cihazda Neftçi hücumu. İmad Fərəc irəliyir, əla keçidlərində. Kimi görəcək? Özü daxil oldu rəqibin cərimə meydanına. Qayda pozuntusu yoxdur, deyir Rəvan Həmzadə. Baxırıq həmin epizoda. İmad Fərəc burada əla reyd elədi. Oy, o nə keçidi deyir İmad Fərəcdən. Bax, burada suallar yarana bilər. Olavalya Onanuqa ilə toqquşma zamanı İmad Fərəcə qarşı qayda pozuldu mu? Sek Eminin yanına gəldi. Sek topladı. Yenidən Emin Mahmudov, ondan ötürmə, qapı qarşısına, başla zərbə Meteo, oyunu kəsildi, Elvin Bədəlov həmlə davam eləyir, son nöqtəni Vargas qoymaq istədi. Yenə də hakimə etirazlar və dərhal Rəvan Həmzadə oyunu saxlayır, tələsməməyi bildirir Kasper Rosaya. Bizə baxırıq. Burada Meteo'nun ötürməyə bənzər zərbəsi ardınca hücumu davam etdirdilər. Vargas və onun da önündə Kəpəz futbolçusu var idi. Söhbət Jefferson Bentu'dan gedir. Yayılan şayələrə inansaq, elə Misli Premyer Liqasında olan Jordan Rezabala dəqiq oynadı. Emin Mahmudov, ondan ötürmə, qapı önünə, Vensan Abubakar, Rafa önünü kəsdi, həmlə davam eləyir. Vargas'ın zərbəsi dəqiq deyil, Abubakar bloklandı. Üçüncü cəhd top qapının üstünə meydanı tərk eləyir. Mizömrədən oynayırlar, rəqibə göz açdırmırlar. Erkən qol istəyir Samir Abbasovun komandası. Burada Vargas'ın zərbəsindən sonra verdi Aşqa. Rezabala. Jordan Rezabala bir həmlədə necə gözəl aldatdı rəqibini. İndi Vargas sürətləndi. Freddy Vargas. Vargas topu daşıyır. Vargas. İndi, bəs indi. Yox, oynamaq lazımdır Samir Abbasovun. Bu dəqiqə fürsəti olsa meydana daxil olar. Hətta daxil olub da. Bu epizodda isə qaydanın pozulduğunu iddia eləyirdi Neftçi tərəfi. Yaxın planda bu epizodda gördük. Və indi Rauf Hüseynli yerdədir. Baş hakim onun yanına doğru yaxınlaşır. Və getdi Rəvan Həmzadə var monitoruna. Bəli, özü baxacaq epizodlara. Bu epizoda hələ ki baxılır. Vargas və Şakir Seyidov mübarizəsi. Kəpəz tərəfindən də çox ciddi şəkildə etiraz var. Şakir Seyidov bu dəqiqə hamını inandırmağa çalışır ki, mən orada toxunmamışam, mən orada rəqib futbolçuya hər hansı bir müdaxilə etməmişəm. Burada Şakirin ayağa toxunub-toxunmadığı müzakirə mövzusuda hamını uzaqlaşdırır ətrafından Rəvan Həmzadə. Son qərarı verən şəxs odur, onun da qərarı penaltidir. 11 metrlik cərmə zərbəsi. Cərmə zərbəsini Emin yerinə yetirəcək Rosaya qarşı. Emin yaxınlaşır, Emin onun zərbəsi və top qapıdan keçir 1-0. Emin Mahmudov yığdı komanda yoldaşlarının ətrafına, vurduğu qolu sakit şəkildə bayram eləyir. Neftçi hesabda önünə keçən tərəfdə oyunun 19-cu dəqiqəsində Kəpəzi meydana mərkəzinə dəvət eləyir. Çox asta şəkildə yaxınlaşdı, asta və usta şəkildə. Pauzanı verdi və qapısı digər tərəfə, topu isə digər tərəfə göndərdi Emin Mahmudov. Bu Emin Mahmudov klasıdır, Emin Mahmudov fərqidir. Emin Mahmudov ötürmə ondan, qapı önünə, Paçu qarşılayır. Həmlə davam edəcək, Meteo, Abubakar, 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 2-0. Vensan Abubakar hesabı 2-0 eləyir. Qol sevincindən daha çox qolu qayda pozuntusu etmədən vurduğunu sübut eləməyə çalışır Kəpəz futbolçularına. Burada ofsayd yoxdur. Ardınca isə bax bu epizodda Rauf Hüseynliyə qarşı qaydanın pozulub-pozulmadığı müzakirə mövzusu ola bilər. Baxırıq.
Rauf Hüseynli ilə mübarizədə idi. Rauf Hüseynli də topa ilk olaraq toxunmaq istəyirdi. Abbakar da Rosa yaxşı oynadı. Birə-bir mübarizədə topu çıxartdı qapısından, amma ardınca Abbakar topu Kəpəzin qapısından keçirdi. Yaxında artıq Kəpəz öz ev oyunlarını Gəncə şəhər stadionunda keçirəcək. Abbakar başla zərbə. Top qapının üstündən meydanı tərk eləyir. Paçudan. Luis Paçu. Paçu qapını gördü zərbəsi. Yumşaq alanda. Kenan Piriç topladı. Fərid ötürməsi. Qapı önünə başla zərbə. Gol! Amma bayraq qalxdı belə ki, Kəpəz futbolçuları qolu qeyd edə bilmirlər. Lakin var. Simasından ofsaytda olduğunu təsdiqləyən bir jest var idi, bəli. Hər şey göz önündədir. Berdaşq oyundan bu şəkildə aldatdı oyunu. Yeni daxil olan Ali Səmədov, Fredi Vargas ötürməz. Sol canaha İmad Fərəc. Önündə Rauf Hüseynli. Fərəc şahına çəkdi. Fərəc davam edir. Toplar hərəkəti İmad Fərəc. Top. Amma Kəpəzdən də real təhlükələr çox az izləyirik Neftçinin qapısı önündə. İmad Fərəc. Fərəcdən qapı önünə. Sambu yüksəldi, zərbə indirdi, amma o top Rosada qalır. Sala Sambu. O da fərqlənə bilərdi. Abbakar komandaya gəldikdən sonra mövqe mübarizəsi var Neftçidə. Sambu. 3-0. Sala Sambu. 74-cü dəqiqədə fərqlənməyi bacarır. Sambu. 3-0. Sala Sambu. Üçüncü dəfə bu görüşdə Kəpəzi meydanı mərkəzindən dəvət etdi. İtirazlar var idi yerdə qalan Kəpəz futbolçusuna görə. Jefferson Bento'dan söhbət gedir və biz əbəs yerə az öncə Berdaşqanın Bento'nun dəyişilməsini istəməyini də görmədik. Daha doğrusu gördük, çünki əbəs yerə deyildi həmin kadrlar. Bento fikir verdisi artıq burada da çatdıra bilmədi. Ötürmə qapı önünə. Zərbə indirən tapılacaq mı? Rauf Hüseynli başlı zərbə. Sadiq Şəfiyev. Hakim mərkəzi göstərir. Hesab 3-1 olur. Yoxsa yox. Bəli. Şəfiyev də orada ehtiyat elədi. Burada ilk olaraq Sadiq Şəfiyevin ofsaytda olub olmaması müzakirə mövzusu ola bilər. Ardınca isə Rauf topu əla çatdırdı Sadiqə. İki versə orada Sambu'da hücumun ilk fazasında Sadiqin ofsaytda olduğunu işarə eləyir. Maçın baş hakiminə hələ ki gözləyirik. Səbirsizliyinə veriləcək qərarı. Növbətə və vara müdaxilə edilib. Daha doğrusu oyuna növbətə və vardan müdaxilə olunacaq. Və vardan gələn görüntü ofsayt xətti ilə olan görüntü qol qaydalar çərçivəsindədir. Emil Səfərovun oynadı. Emil Səfərov, Basala Sambu. Sambu top qapıdan keçir, amma burada ofsaytda idi Sambu. Cürdə ola bilər hər şey. Söhbət. Məhz Raufun etirazları buna görə idi. Qol qeydə alınır. 4-1. Neftçinin üstünlüyü 3 şokla ifadə olunur. Vardan gələn görüntüyə baxırıq və Rəvan Həmzadə də Kəpəzin kapitanına indi. Olan durumu izah eləyir. Salo Sambu özünün ikinci komandasının 4-cü qolunu burada. Neftçinin üstünlüyü arttı bir qədər də. Kəpəz futbolçuları isə sakitləşdirmək mümkün deyil bu dəqiqələrdə. Sako. Vargas. Fredi Vargas. Vargas. Gol. 5-1. Beşinci topda Kəpəzin qapısından keçir. Fredi Vargas topu daşıdı. Heç kim ötürmə eləmədi. Özüm bitirəcəm. Bu işi dedi və sözünü tutdu. 5-1.
Bu növəlindəki Neftçiyə bənzəmir. Bu Neftçidə olan irəliləyiş göz önündədir. Yəqin ki, siz də razılaşarsınız. Tamam fərqli üslub. Yeni futbolçuların komandaya uyğunlaşması və etiraf edək ki, Vensan Abbakar kimi ulduzun gəlişi də yerinə düşdü. Və bəlkə də son illərdə, son mövsümlərdə biz bu qədər böyük həyəcanla Neftçi Qarabağ oyunu gözləməmişdik. Amma bu dəfəki oyun daha prinsipial, daha maraqlı olacağına əminiyik və həmin qarşılaşmada növbəti həftə ilə CBC Sportun canlı yayımında olacaq. Igor Ribeiro qarşılayır. Nəbiyev ötürməsi qapı önünə, başlı zərbə, Çalan Piriç yerindədir. Və artırılan 4 dəqiqədə yekunlaşdı. Çalan Piriç. Və bu da Rəvan Həmzadənin final vakti. Neftçi öz meydanında Misir Premyer Liqasının 10-cu turunda Kəpəzi məğlub eləyir. Özdə 5-1 hesabına Neftçidən mövsümdə ilk böyük hesablı qələbə.